Salam traderlar, Pocket Option'da depozit necə edək? Daxil olursunuz Binance-a, yuxarıda solda 3 xətt, daha sonra P2P. Önümüzdə belə bir səhifə açılır, qiymətlər, limitlər və ödəniş növləri. Özümüzə uyğun olanı birini seçirik. Mən məsəl üçün seçdim Oscar Az, Capital Bank 15 dəqiqə bizə uyğundur və buy. Daha sonra depozit etmək istədiyiniz məbləği qeyd edirsiniz. Mən məsəl üçün 80 AZN və place order. Növbəti səhifədə alan və satanın adları və bank kartlarının nömrələri qeyd olunub. Satanın kart nömrəsini qeyd etdik, copy etdik və daxil olduğunuz banka yapışdırdınız və qeyd etdiyiniz məbləği transfer edirsiniz həmin karta. Baxırsınız ki, Binance-da və kartda adlar eyni olsun və transfer edirsiniz. Daha sonra qayıdırsınız Binance-a və transfer etdim düyməsini basırsınız və USDT artıq sizin balansınızda. Daha sonra aşağıda sağda asset və send, yəni göndər, on-chain withdraw seçirsiniz. Növbəti xanada USDT seçirsiniz. Maksimum orta xanaya Tron 20 qeyd edirsiniz. Birinci xanaya ünvan yapışdırmaq üçün daxil olursunuz Pocket Option-a, top up və burada Tether USDT Tron 20 seçirsiniz. Növbəti səhifədə məbləği qeyd edirsiniz. 80 AZN və continue. Növbəti səhifədə ünvan verəcək, copy etdiniz, qayıdırsınız Binance-a və yapışdırırsınız birinci xanaya və withdraw. Confirm. Binance-da qeydiyyatdan keçdiyiniz e-maila kod gələcək, 6 rəqəmli koddur, onu qeyd edirsiniz bura və avtomatik submit olacaq. Artıq depozitiniz prosesdədir. Bir neçə dəqiqə ərzində Pocket Option-da depozitiniz artıq əks olunur. Tutaq ki, trade etdiniz, gəlir əldə etdiniz və çıxarmaq lazımdır. Balans yerinə klikləyirsiniz, ortadakı işarə dollar işarəsinə klikləyirsiniz. Birinci xana mütləq Tether USDT Tron 20 olmalıdır. Çıxarış etmək istədiyiniz məbləği qeyd edirsiniz. Mən hamısını çıxarış edirəm, 201 AZN. Üçüncü xanaya ünvan qeyd etməliyik. Bunun üçün gedirik Binance-a. Burada assets, add funds, yəni əlavə et, on-chain deposit. Bu siyahıdan USDT-ni seçirsiniz. Növbəti səhifədə Tron 20 və Binance sizə belə bir ünvan verəcək. Onu kopya edirsiniz və qayıdırsınız Pocket Option-a və üçüncü xanaya yapışdırırsınız və continue. Və çıxarışınız artıq prosesdədir. Artıq pulumuz gəldi Binance-a və satmaq lazımdır. Yuxarıda solda 3 xətt, yenə P2P. Növbəti səhifədə artıq buy yox, sell klikləyirsiniz və siyahı açılır və çalışırsınız ki, maksimum qiymətə satasınız. Limitlərə baxdıq, bank kartına baxdıq, Unibank sell. Növbəti səhifədə all, yəni mən hamısını satmaq istəyirəm, buy AZN və place order. Daxil olursunuz bankınıza, əmin olursunuz ki, məbləğ gəlib. Binance-da payment received qeyd edirsiniz və bu pəncərədə ikincisini basırsınız və confirm release. Növbəti səhifədə e-maila gələn kodu qeyd etdiniz, submit və bu qədər depozit etdiniz, gəlir əldə etdiniz, pul kartınızda. Sağ olun.